Hər vaxtınız xeyir olsun, hörmətli Türkəz TV-nin izləyiciləri. Hal-hazırda tədbirdən görüntülər icra edirəm. Bugünkü tədbirimiz 20 yanvar şəhidlərinə həsr olunmuşdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun. Verirsen sesime, kerem yurt salıp kalbime, ay Allah. Ay Allah beni geçme, al canım al. Dedim, ne kadar olan bu derdi, ağır boyda hayat şerdi, yaşatmadın ikilmedi icazə ver. Olar dedim, bu Tanrı'ya üsyan değil, oğul dağı asan değil, Ezrail'e ferman değil. Yas vermedi, kurtar dedim. Hakka bir salmasam da, tenha kalır kalmasam da, ben cennette olmasam da, beni elçinden al, dedim. Ben isterdim ki ilk olarak Biləqəli şəhidi, şəhid Əli Elman Arifoğlu'nun anası Səndər Orada dəvət edib, səhniyə almışlar. Buyursun. Kərbalanın ətri var qohumda, bu aləlik olmaz inan çoxunda. Bu gecə bir onluğa yuxumda Elmanı Kərbalada gördüm. Namaz qılaram, səcdə edirdim, mən şəhidəm deyirdim. İmam Hüseynə tərəf gedirdim, Elmanı Kərbalada gördüm. Görüşürdü Peyğəmbəriyle, şəhidlər arası rəhbəriyle, İmam Ördülanı, Əli Əskəriyle, Elmanı Kərbalanda gördüm. Görmək istədim, yuxumu yenə. Dedim, cənnət, qismət olub sənə. Allah göstərdi, bu yuxumu mənə, Elmanı Kərbalanda gördüm. Oldu döyüşlərə şahid oldu. Allah'ın beni iki oğlumu ondan verdi. Oğlu şehit oldu. Elmanı Kərbalada gördü. Elmanı Kərbalada gördü. Elinden müqəddəs ziyaret yapılan Kərbalanı ziyaret etti. Ve isterdim ki ben sözü şehitlerimizin üzerine
faydalı. Bu şehitlerimizin, gazilerimizin, veteranlarımızın sayesinde. Ben Hüseyinzadə Elçinin anası Məlahət müəllimə, Elçin Hüseyinzadə tərbiyəli, vətənpərvər, evladı. Mən onunla həmişə fəxr etmişəm, hər zaman da edəcəm. Vətənimizin vətənpərvər oğlu, gənc yazar Elmar sahibi, yaradıcılığına böyük hörmətim var. O şəhid analarının, şəhid analarına sevgi, qayğı göstərməyinə görə də ona dərin təşəkkürünü bildirirəm. Belə vətənpərvər evladlar varkən bizim şəhidlərimiz heç bir zaman unudulmayacaq. Mən bütün şəhid analar adından Elmar bəy, sizə dərin təşəkkürünü bildirirəm. Bizim burada Vaqif müəllimimiz, Mədəniyyət Mərkəzinin müdürü Vaqif müəllim, Jalə xanım, kitabxananın müdiriyyəti Jalə xanım, onun kollektivine dərin təşəkkürünü bildirirəm. Burada mənim tələbələrim yoxdur. Onlar da əziyyətlər, bugünlər şəhid analarının xidmətindədirlər. Onlar sevgiyle, yəni xidməti özlərinə borcludur. Onlara da dərin təşəkkür edirəm. Bütün sinif nümayəndələrinə, qruplara çox sağ olun ki, yanımızdasınız. Var olun. Hər birimizə uğurlar arzu edirəm. Şəhidlərimiz hər zaman yaşayır. Allah valideynlərinə səbir versin. Çox sağ olun. Teşekkür ederim. Ve özlerim ki Şehit Alayev Bey, Kahvenin Hazreti olmuş. Şehit yazmıştı. Bunlardan bizim kendilerinde iştirak edildi. Ben de Hak Dünyası'nın adı Dünyası'nın değişir ve onun anasının gününden yazmıştım. Biz de Melahat Hanım'ın gününden yazmıştım. Bütün azalar sözünden, çıkan hayalım beynimden, gülüş doğula, beynimden, rüfəti evine geldi. Rüfətə sıfıra atmışam, süfrəyə bütün analar çiğnindən, çıxar xəyalı beynimdən, gülüş doğula, beynimdən, rüfətin evinə gəlsin. Rüfətə süfrə açaram, süfrəyə ləzzət saçaram, durub qapıya qaçaram, rüfətin evinə gəlsin. Mənə ana deyil, gülə, əsrətimi duya, bilə, razıyam, yuxumda belə, rüfətin evinə gəlsin. Axtarıram, oğul səni, verib getdim, mənə qəmi. Bircə dəfə qonaq kimi rüfətin evinə gəlsən. Onsuz belə qəm yeyərəm, sevinmərəm, nə gülmərəm. O günü qurban kəsərəm, rüfətin evinə gəlsən. Zeynalən anasının evindən, bir şey istemiştim benden. Çünkü onlar da zaman şey davranışlarından bir şey verdiler. Hansı ki o güne kadar bunlara bana yazıklar değişmeyecek. Bir gelenlik, bir gelenlik. Şəhidlərin qədrini nə qədər gəldik deyirəm. Səhv boyuna, qədrinə getdi bizdən günlarəmiz, doyunca heç danışmadı. Yeni tanış olurdu, biz qaynamadı, qarışmadı. Yazdadır bacının Məlahət. İndi ki mən bacı deyil, nə qara yazıqmış, üzü də özü bu taleyin.
şiir yazan,